Millinin dayaq yarım müdafiəçisi Coşquna Əliyeva. Niyə məhz Neftçi? Hal-hazırda Qızlar Süper Liqasında ən yaxşı komanda Neftçidir və biz son 2 ildir Neftçi ilə bir yerdə Çempionlar Liqasında iştirak eləmişik. Bu səbəbdən də Neftçi. Seçim olsa hansı klubu seçərdiniz dünyada? Dünyada seçim olsaydı Liverpool. Niyə məhz Liverpool? Çünki Liverpoolda sevdiyim oyuncular var. FIFA qərar çıxartsa ki, qadınlar və kişilər bir komandada oynasa, 5 dəqiqə hansı klubda oynayardınız? Əlbəttə ki, Qarabağ. Kimin yerinə? Marko Yankoviçin. Belə deyək də, Qurban Qurbanovun sərt xarakterindən çəkinmirsiniz? Xeyr, əksinə bilmək üçün sərt xarakter olmağı futbolçuların disiplini üçün çox vacibdir deyə düşünürəm. Azərbaycan qadın futbolunda çatışmayan şey mən deyərdim ki, liqanın səviyyəsi, yəni güc səviyyəsi biraz daha yaxşı olsa, klublara diqqət ayrılsa, rəqabət olsa, əlbəttə ki, bu bizdə milli yığma üçün də daha avantajlı olar. Belə deyim də, indi müasir zamanda belə qəşəng qızlar model biznesinə və yaxud kinoya və yaxud da hansısa işlərlə məşğul olur, yəni daha maraqlı işlər olur. Amma siz futbolu seçmisiniz. Niyə? Futbolu uşaq yaşda seçmişdim. Onda sadəcə futbol var idi, nə qəşənglik var idi. Ona görə tək seçənəyim futbol idi. Amma hal-hazırda futboldayam, qalmağa davam edirəm. Çünki futbolu sevirəm. Artıq biz neçə ilimizi buna vermişik. İllərin əziyyəti var. Mən futbolu buraxıb gedib başqa bir peşədə və yaxud sənətdə yaxşı olacağımı düşünmürəm. Messi yoxsa Ronaldo? Ronaldo əlbəttə ki.